Salam aleykum değerli əziz YouTube izləyicilərim. Bu günləri Binə qəsəbəsində Aysu xanımla ən gözəl evlərimizdən birinin çəkilişinə gəlmişik. Salam değerli YouTube izleyicilerimiz, möhtəşəm 3 otaqlı super evimizin təqdimatındayıq. Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28. Aysu xanımın əlaqə nömrələri 055 570 96 40 nömrəsi ilə əlaqə saxlayaraq gəlib bu evi əldə edə bilərsiniz. Sənətimiz kupçadır. Ve evimiz 3 otaq, gördüğünüz kimi 3 sot yarımın içində yerləşir. Ətraflı çəkilişini aparacağıq. Mütləq kanala nə etmək lazımdır? Abone olursanız tabii ki beğenirsiniz ve yeni paylaşımlardan haberiniz olur. Evimiz ana yola yaxın, sağa gedən yolda yerləşir. Və dəyərli dostlarım, əgər bina evləriniz, mənzil evləriniz varsa, Qaraqara evdən Həzaslanova kimi və Bakıxanov Razin qəsəbəsində VIP çəkilişlərimizlə gəlib sizin mənzillərinizi təcili olaraq ətraflı görünüşlə sata bilərik. Bunu da unutmayın. Mütləq bizə zəng edin ki, bütün mənzilləriniz bizim əlimizdən tez, təcili, surətli şəkildə VIP satılsın. Rövşən bəy başladı yenə öz ampulasında. Öz ampulasında. Keçirik indi isə evimizin çöldən evin həyətinə qədər çəkilişlərimizi sizlərə təqdim edək. Buyurun inşallah dəyərli dostlar, dəyərli izləyicilər. Salam dəyərli dostlarım. Baxın bu günləri Binə qəsəbəsində möhtəşəm gözəllikdə sağa gedən və Məscid küçəsi deyilən ərazidə sizlərə 95 min Azərbaycan manatına kupçalı, geniş 3 sot yarımın içində kameralarına qədər olan, baxın sizlərə göstərim. Super qazı, suyu, işığı, artizan suyuna qədər hər bir şəraiti olan bir həyət evimizin çəkilişinə gəldik. Əlbəttə ki, Aysun xanımın təqdimatı ilə. Salam değerli Sultan Ofis izleyicilerimiz, möhtəşəm evimizin təqdimatındayıq. Değerli hanımlar, mən elə içeri girer girmez bunu istedim size deyim ki, evimizin hem şirin suyu var, hem artizan suyu var ve suyun olması da bizim için nədir? Böyük bir avantajdır. Böyük bir avantajdır. Değerli dostlar, değerli izləyicilər, yəni burada sizlərə subut olaraq da göstərək. Çünki bəzi izləyicilərimiz sanki şey yazırlar bizlərə ki, yox bu evin falan suyu yoxdur axı deyirlər Binə qəsəbəsində. Artizan suyumuz da var, dövlət suyumuz da var. Hər şəraitimiz var. Hələ bir çıxarışımız da var. Hələ bir kupçamız da var. Bəli. Yəni, çıxarışımız da var, kupçamız da var dostlar. Belə bir ev əldən çıxmaz. Mütləq gəlin, qonşuları gözəl qonşular, səliqəli, şəhər insanları, valla olsan burada gözəl də yəni. Bax, uşaqları üçün, balacalar üçün, belə bir turnik yerlərimizə qədər hamısı gördüyünüz kimi dostlar var. Yəni burada çəkilmək üçün hər bir şəraiti var. Quş saxlamaq istəyirsənsə, həyətdə bir pişik saxlamaq istəyirsinizsə, həvəskarsınızsa, bax belənçənə hal-hazırda yığılmış it üçün, pişik üçün, nə bilim toyuq-cüzə saxlamaq üçün belə bir yerimiz var. Evimizi görürsünüz, bax. Evimizin ön görünüşünü göstərək. Başlıqlanır. Bax burada əşyalar var, bunlar görünürlər, buradakı əşyalar. Bura mabeslikdir. Məsələn, yayda, qışda, məsələn, ürəyən istədi bir samovar çay qurub, burada əyləşib mətbəx kimi istifadə eləmək olar. Burada bir dənə çöl mətbəximizin yeri var. Çöldə əlavə burada sanitar qovşağımız var dəyərli dostlarım. Buyurun baxa bilərsiniz. Tam təmirlidir. Bütün aksesuarları hamısı yer və yerindədir. Deməli, həyətdə ağac birləşmək üçün var. Burada belə bir səliqəli yerimiz mövcuddur. Və burada sizlərə çöl mətbəxini və əldamı kimi istifadə olunan yerini göstərim. Dəyərli izləyicilər, buradakı bax, qazı var. Tam əşyalı özdə satılır. Kombisi var. Burada da ki balon banka yığmaq üçün əlavə geniş bir yer mövcuddur. Burada ilə navestidir. Burada da oturub istirahət edə bilərsiniz. İndi isə Aysu xanımın təqdimatı ilə keçək evimizi ətraflı gəzək. Size bir şey diyeyim mi? Bəli. Eskiden yay ayı gelip artık onlarla yoksa hayat baca geçmektir. İnsan içeriye geçmeyi istemiyor. Doğru evin de bir güzelliği var. Vallahi həqiqətən həyat fərahdır. İnsanın içini açır. Çok güzeldir. Bir də Aysu xanım, mən nə cəlb elədi burada? Hər yerə ev sahibi tərəfindən kamera çəkir deyilə bir şey var. Biz də kamera çəkənik deyən. Buyurun dəhliz. Hər yerində var. İçeri giririk. Bakın bizi belə bir koridor qarşılayır və görürsünüz.
Əşyalar içində qalır da Ayşə xanım Bəli, hamısı. ayaqqabılarınızı, montlarınızı asmaq üçün belə bir yerimiz Qəşəng, mövcuddur. qəşəng. Dəyərli izləyicilərimiz, eyni şəkildə bununla da bitmir. Rahat bir şəkildə bütün əşyalarınızı, yəni qışlıqlarınızı, yaylıqlarınızı yığa biləcəyiniz belə bir geniş dolab var görmüş olduğunuz kimi və bu da Rövşən bəydir. Çox genişdir, çox. Ampulasında kameranı ağzıma soxur mənim. Yəni dəyərli xanımlar, Dişlərinizi sayır. Mənim canlarım, mənim gözəllərim. Mən istəyirəm Zanla mətbəxin təqdimatı. Elə başlayaq buradan göstərək də nə olar ki? Necə istəyirsiniz? Buyurun gəlin. Bura bir yataq otağıdır. Uşaq yataq otağıdır. Bəli, evladlarınızın rahat bir şəkildə istifadə edə biləcəyi, hətta 2 evladınız varsa rahat bir şəkildə birgə istifadə edə biləcəkləri çox geniş dolabların hər bir şey hazır şəkildədir və bunu da deyim ki, mebellərin materialları da çox belə deyək də yaxşı materialdan seçilib keyfiyyətlidir, yəni rahat bir şəkildə evladlarınız bu otağı 2 dəfə varsa istifadə edə bilərlər. Rövşən bəy, buyurun. Keçək digər otağımıza, dəyərli dostlarım. Mən də sizlərə istəyirəm böyük yataq otağını göstərəm. İnşallah ki, mütləq kanalımızı bəyənin ki, görməyənlər görsünlər, bilməyənlər bilsinlər. Burada da gördüyünüz kimi evimizin yataq otağı çox səliqəlidir. Mebelləri çox qəşəng, belə deyək də, bahalı mebellərdir. Yəni Ayşə xanım, siz zəhmət olmasa digər hissədən bizi götürün, burada dolabı görsünlər. Necə boyğa-boy olan dolabdır, geniş dolabdır və termosu, eləcə də termolar var. Bax, səliqəli geniş, yəni güzgülüyünə qədər hər bir şey, illüstruna qədər hamısı var. Pəncərəni açırsan birbaşa, dostlar, dəmir rəşotkaları var, öz həyətinə baxır. Setkasına qədər hamısı tam mövcud şəkildədir. Həyətinə də rahat bir şəkildə, mən 5 deyim, siz 6 dənə maşın girər, yəni yalancı da çıxmıyor. Mən də 3 dənə tır deyim. Hə, vallahi girər, həqiqətən girər, dəyərli dostlarım. Gəlin inşallah 3 sot yarımın içindədir. Mən hələ buranı çox bilirdim, amma kupçadır da, kupçasında da yazır. Əşyalar qalır içində, kondisioner qalır içində. Yəni evdən heç də götürülmür. Bir dənə qab qaşıqlar orada yığdığı şeylərdir ki, onları götürəcək, tutacaq. Evimizin zalı gördüyünüz kimi geniş bir zaldır. Uqlavoy divanına qədər var. Buradan, yəni mən sizə göstərim. Tuzlu pəncərəli dəmir rüşotqalıdır gördüyünüz kimi. Ətraf hamısı yaşayışdır, qolun qonşulu evdir. Evimizi yəni tam səliqəli sizlərə tam Yunaslı göstərmək istəyirəm. Wi-Fi-dən qədər hər bir şey hazırdır. Və keçək Ayşə xanımın təqdimatı ilə əlbəttə ki, mətbəximizi göstərək. Xanımlar, mənim canlarım, mənim çiçəklərim, güllərim. Evladlarımız zalda oynadıqları halda onlara rahat şəkildə nəzarət edə bilmək üçün, baxın belə bir rahat mətbəximiz var. Eyni zamanda mətbəx dolablarımız çox genişdir. Mətbəximiz çox rahatdır. Görmüş olduğunuz kimi bütün əşyalar elektronikada daxil olmaqla hər biri evin içində qalır. Rövşən bəy, buyurun. Heç də götürülmür dəyərli dostlar. Bu da sizlər üçün bir Yunaslı və pəncərəni buradan açıb, rahat bir şəkildə uşağınız həyətdə oynadığı zaman pəncərədən birbaşa uşağınızı da buradan nəzarət edə bilərsiniz. Gözətliyə və nəzarət edə bilərsiniz. Və evimizin sancar qovşağına gəldikdə isə dəyərli dostlarım, asma tavanı havalandırılması, moydadırı və əlavə olaraq unitazı, tülpanı, duşavoy və kabinasına kimi dostlar tam şəkildə hazırdır. Real alıcılar qiymət 95.000 Azərbaycan manatına. İnşallah gəlib bu evi əldə edə bilərsiniz. Ayşə xanımın əlaqə nömrələri 055 570 96 40. Və Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28 dəyərli izləyicilərimiz. İnşallah gəlin belə bir möhtəşəm və gözəl evi əldən qaçırmayın. Və əlavə olaraq da ki, yenidən təkrar edirəm. Binə qəsəbəsindən əlavə Həz Aslanovdan Qaraqarayevə kimi, Qaraqarayevdən Həz Aslanova kimi və eləcə də Başxanov Razin. Rövşən bəy, sözlü banla kəsim, eyni ilə də Mərdəkandır, Buzondadır, Ramana qəsəbəsidir. Bunların hamısına Hövsandol daxil olmağına VIP çəkilişlərə gedirik, bəli dəyərli dostlar, və ətraflı, geniş bir şəkildə çəkilişlərimizi aparır, eləcə də mənzillər olsun. Təzə kanalımız açılıb, orada da ki sizin videolarınızı bizim izləyicilərimiz görmək istəyirlər. Onun üçün də təcili zəng edin, biz sizin əmlaklarınızı təcili olaraq sataq inşallah. Buyurun. Allahdan xeyirlisi, ruzu bərəkətli olsun, düşərli olsun. Amin ilə amin.